Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Alget kəndində yol infrastrukturu layihəsi sona çatır. Belə ki, kəndin mərkəzi yollarından birinə kilometr 700 metr məsafəsinə asfalt qatı salınır. Ətraflı reportajımızda. Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri Alget kəndinin Molla Bayramlı küçəsində aparılan yol infrastrukturunun tikintisi işlərini gözdən keçiriblər. Plana uyğun olaraq hazırda son mərhələdə olan bir neçə günə başa çatdırılacaq konkret layihə 2 kilometrə qədər yol örtüyünün tam bərpa işlərini nəzərdə tutur. Qeyd etmək istəyirəm ki, Alget kəndində Molla Bayramlı küçəsinin yol təmiri işləri aktiv şəkildə davam elətdirilir. Hal-hazırda yolun asfaltlaşdırılmasının ikinci hissəsi davam etdirilməkdədir və onu da qeyd etmək istəyirəm ki, Molla Bayramlı küçəsi Alget kəndinin mərkəzi küçələrindən biridir və bu layihə Regionların İnkişafı Fondu və Marneuli Meriyasının büdcəsi tərəfindən maliyyələşdirilir. Bələdiyyə miqyasında yol infrastrukturunu səhmana salmaqda davam edirik. Bugün Alget kəndinə gəlmişik. Burada 1 kilometr yol çəkilir. Qeyd edim ki, həracılar sona çatıb. Bir neçə tikinti şirkəti ilə müqavilələr bağlanması davam edir. Məqsədimiz bütün küçələri səhmana salmaq və asfaltlaşdırmaqdır. İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəisi bildirir ki, hazırda küçəyə 2 qat asfalt beton örtüyü döşənir. Zərurət yarandıqda isə dəmir beton konstruksiyalar tikilir ki, bu da pis hava şəraiti zamanı yağıntıların axmasını təmin edəcək. Alget kəndinin Molla Bayramlı küçəsi çox böyük küçədir. Kəndi magistral yol ilə birləşdirən mərkəzi küçələrdən biridir. Belədiyyə kəndin içində dairə vuran bir küçədir ki, biz ötən il bu küçənin tam təmirini düşünərək layihə hazırladıq. O təsdiqləndi, amma küçənin uzunluğuna görə ötən il tam asfalt səthi sala bilmədik. Ötən il ilk mərhələdə 700 min ayrıldı bu küçəyə. Bu il isə 1 milyon ayrılıb. Bununla da ikinci mərhələ ilə küçənin təmiri tamamlanır. Küçənin uzunluğu təxminən cəmi 1 kilometr 700 metrdir. Ötən il 700 metr təmir olunmuşdu. Bu il isə 1 kilometri tamamlanacaq. Yerli əhali həyata keçirilən layihəni əhəmiyyətli hesab edir. Sakinlərin sözlərinə görə indiyədək küçədə hərəkət etmək həm nəqliyyat üçün, həm də piyadalar üçün müəyyən problemlər yaradırmış. Bərbad vəziyyətli küçələrimiz. Qajlarımız, nə kanal yox idi, nə bir şey, evlərə su dolu oldu. Şükürlər 2 metrə qədər kanal çəkdilər. Asfalt belə böyük, asfalt belə layihə var, biz inanmazdıq. 5 metr enində asfalt olar, qıraqları 1 metr yəni bardiyor kimi qovala qalar. Gözəl işdi, hamının qapısının ağzında qrant var idi. Qrant qırıldıqca özləri qarıyırdı. Heç bir insana bunlar ziyanlıq vermədilər. İşdə dayanmadan gedir. Hər gün saat 6 kimi işləri gedir. Yaxşı işçilərdir, işlər nə olsa olsunlar. Bu məhəllədə inanırsan, bax, kəndçilikdir da, atla, haribi ilə, zorla, balı ilə gedilirdi. Bax, inanırsan, uşaqlar məktəbə gedə bilmirdi, yağış olan neçə günlər evdə qalınırdı, araba uşaq bezmiş gələcək da. Sağ olsun dövlətimiz, vallahi, hamı da razıdır Allah haqqı. Marneuli Meriyasından verilən məlumata görə son 3 ildə yol infrastrukturunun tikintisi çərçivəsində Algetdə 4 kilometrə qədər avtomobil yolu yenidən qurulub. Küçə işıqlandırma şəbəkəsi və yeni istirahət məkanları yaradılıb. Su təminatının yaxşılaşdırılması məqsədi ilə mərkəzi içməli su kəməri yenidən qurulub. Bu layihələrin həyata keçirilməsinə mərkəzi və yerli büdcələrdən ümumilikdə 5 milyon lari xərclənib. Hazırda kənddə 650 şagird üçün nəzərdə tutulan ümumi orta məktəb binasının tikintisi davam etdirilir. Layihəyə əsasən tikinti işlərinin dəyəri təxminən 15 milyon larini təşkil edir. Marneulidə gender məsələləri ilə məşğul olan struktura yeni ad verilib. Əvvəllər gender məsələləri və qeyri-hökumət sektoru ilə əlaqələr üzrə fəaliyyət göstərən şöbənin adı yenidən təsdiqlənərək gender bərabərliyi, innovasiyalar və beynəlxalq əlaqələr şöbəsi adlandırılıb. Bu layihə yerli özünü idarəetmə orqanlarında gender bərabərliyini və gender mexanizmlərini gücləndirmək məqsədi daşıyır.
ეს გამოწვეულია საქართველოს კანონმდებლობაში. Marneuli Belediyesinin Sakribulo aparatı bu gün sizin qarşınıza 3 məsələ ilə çıxıb. Birinci məsələ Sakribulo aparatının əməkdaşlarının siyahısının təsdiqi ilə bağlıdır. Bundan başqa Sakribulo'nun 2017-ci il 20 noyabr tarixli 215-ci sərəncamına dəyişiklik edilməsinə aiddir. Dəyişiklik isə Gürcüstan qanunvericiliyində aparılan dəyişiklikdən irəli gəlir. Bildiyiniz kimi qanunvericilikdə gender sözü dəyişdi. O, qadın və kişi bərabərliyi sözü ilə əvəz olundu. Bilirsiniz ki, aparatda şöbənin birinin adı gender bərabərliyi və qeyri-hökumət təşkilatları ilə əlaqələr adlanırdı. Sizin razılığınız ilə bu şöbənin adı qadın və kişi bərabərliyi və beynəlxalq münasibətlər şöbəsi adlansın. Səlahiyyətlərimiz və əməkdaş sayı olduğu kimi qalır. Sadəcə bir neçə maddə əlavə olur. Müvafiq dəyişikliyi gender şurası üçün də gözləyirik. Sonra şuranın adı da dəyişəcək. Dövlət əhəmiyyətli Rustavi-Qardabani-Vaxtangisi daxili avtomobil yolunun 10 kilometrlik hissəsinin bərpası fəal şəkildə davam etdirilir. Yolun bərpası layihəsi İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən həyata keçirilir. Departamentin yaydığı məlumata görə bu əhəmiyyətli yol Rustavi və Qardaban bələdiyyələrinin ərazilərində əhalinin sıx məskunlaşdığı yerlərdən keçir. Layihəyə əsasən mövcud amma zədələnmiş yolun tam bərpası nəzərdə tutulub. Bu mərhələdə asfalt beton örtüyünün və süni konstruksiyaların quraşdırılması prosesi aparılır. İşlər dövlət büdcəsi hesabına maliyyələşdirilir və onun dəyəri 17 milyon 900 min laridən çoxdur. Layihənin ilin sonunadək başa çatması planlaşdırılır. Tetricqaroda, daha dəqiq desək, Asuret kəndində üzümçülük və şərabçılıq təsərrüfatı ilə məşğul olan vətəndaşlarla görüş keçirilib. Orada Kvemokartin miqyasından olan sahə nümayəndələri yer alıblar. Təfərrüatlı reportajımızda. Helvetas adlı yerli iqtisadi inkişaf layihəsi Kvemokarti regionunda şərab bazarının iqtisadi potensialının öyrənilməsinin ilkin nəticələrini təqdim edib. Görüşdə üzümçülər, şərabçılar, özəl sektorun, dövlət qurumlarının və yerli öznidarətmə orqanlarının nümayəndələri iştirak ediblər. Tədqiqatın məqsədi regionda şərab istehsalı və satışının mövcud vəziyyətini, imkanlarını və sistemli problemlərini qiymətləndirmək idi. Layihənin məqsədi kənddə yaşayan əhalinin iqtisadi durumuna dəstək olmaqdır. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilir. Bugün Asuret kəndindəyik. Burada şərab dəyərinin araşdırmasını apardıq. Görüşdə yerli şərabçılara araşdırmamızın nəticələri barədə məlumat verdik. Tetricqaro bələdiyyəsinin Asuret kəndindəyik. İsveçrə Agentliyi görüş təşkil etdi. Həm şərab, həm də üzümçülük sahəsində mövcud problemlər müzakirə olundu. Görüşün bizim bələdiyyədə olan üzümçülüklə və şərabçılıqla məşğul olan insanlar üçün maraqlı olduğunu düşünürəm. Belə ki, gələcək inkişaf üçün bu cür görüşlərə ehtiyac var. Nəticələr üzüm bağlarının və istehsal proseslərinin texnoloji cəhətdən geridə qalması, keyfiyyətə nəzarətin və laboratoriya analizlərinin olmaması, müasir şərabçılıqda məlumat qıtlığı, zəif kooperasiya, torpaq mülkiyyəti ilə bağlı problemlər kimi sektorun inkişafı üçün əsas maneələri üzərə çıxarıb. İclasda regionda şərabçıların biliklərinin artırılması, texnoloji və maliyyə əlçatanlığının yaxşılaşdırılması, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi kimi sistemli kompleks yanaşmanın tətbiqinin zəruriliyi müzakirə edilib.
Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə və Qanunsuz Miqrasiyaya qarşı Mübarizə Şöbəsi əməkdaşlarının Baş Prokurorluğunun əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində keçmişdə müxtəlif cinayətlər törətmiş, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş 1993-cü il təvəllüdlü vətəndaşı saxlayıblar. Cinayət 12 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. İntensiv istintaq, o cümlədən hakimin hökmü əsasında aparılan gizli istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs maddi qazanc əldə etmək məqsədi ilə psixoloji zorakılıq və hədə qorxu ilə 1963-cü il təvəllüdlü şəxsi müəyyən ödəniş müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmağa məcbur edib. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs bu yolla əldə edilən pulun bir hissəsini mənimsəyirmiş. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Və salam hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.